Dostlar, axşamınız xeyir. Roza xanım, Salam, axşamınız salam, xeyir. axşamınız xeyir. Necəsiniz? Yaxşıyam, siz necəsiniz? Çox sağ olun, mən də yaxşıyam. Təşəkkür edirəm, yaxşı olun. Mən Deməli biz bugün müzakirə eləmişik ki, canlımızın saatını biraz da geri çəkək. Hətta bugün yarısı başladıq və gələcək canlılarda saat 9-da başlayaq. Çünki bizə müraciət edirlər ki, elə vaxt başlayırsınız ki, biz yolda oluruq, tıxacda oluruq, işdən yeni çıxmış oluruq, evə yeni çatmış oluruq və s. Ona görə bizim üçün qoşulmaq çətin olur. Ona görə biz biraz gələn həftələrdə isə artıq 9-da başlayacaq canlılarımızı. 2-3 dəqiqə özümüz söhbət edək, ona kimi insanlarımız qoşulsun. Necəsiniz, əhvalınız necədir? Yaxşıyam. Mən düşünürəm ki, biz axı canlı yayımları yaddaşda saxlayırıq və sonra onu paylaşırıq. Məncə bu da gözəl bir fürsətdir ki, kimlər ki qoşula bilmirsə, onlar YouTube üzərindən də izləyə bilərlər bunu. Əslində haqlısınız, digər canlılarımızda hamısı yaddaşdadır. Sadəcə olaraq indi paylaşmamışıq. Aytaç xanıma buradan səslənirik ki, canlıları YouTube-da paylaşdıq. Bəli, mən düşünürəm bizim mövzumuz axı sosial mediadır bu gün və sosial medianın verdiyi yaxşı belə necə deyirlər, kömək eləyin mənə, advantage'lar var da. İmkanlar var, fürsətlər imkanlar, var. fürsətlər var da ki, əgər biz qoşula bilmiriksə vaxtında biz sonradan baxa bilirik. Tamam. O zaman gəlin başlayaq. Artıq biz 3 dəqiqəyə yaxındır ki, canlıdayıq. Roza xanım, biz sizi həm yəni sizin peşəkarlığınıza heç bir şübhəmiz yoxdur və hətta mən deyərdim ki, uzun zamandır gənclər sektorunda çalışmışam, bir 12 ilə yaxın, çox gənc tanımışam, çox böyük komandalarla çalışmışam və s. Çox az insanlar var ki, onlar öz üzərlərində çox ciddi çalışırlar və peşəkarlaşmaq üçün çox həvəslidirlər. İnsanlar bəzən bunu istəmir, bəzən fərqinə varmır, bəzən bu onlara çətin görünür. Amma siz o şəxslərdənsiniz ki, həqiqətən qibtə ediləcək qədər öz üzərinizdə çalışan, peşəkar belə deyək də obrazınızı formalaşdırmağa çalışan, çox yüksək keyfiyyətlər olan bir gəncsiniz. Məncə sizə gənc deyirik. Hələ gənc kateqoriyasını keçməmisiniz, gəncsiniz və ona görə sizi Təşəkkür təbrik edirəm. edirəm və bu çox yaxşı nümunədir. Və sosial mediada elə bir sahədir ki, burada da püxtələşmək, peşəkarlaşmaq ciddi bir öyrənim, bilgi tələb edir. Bəli. Və o disiplin tələb edir. İnkişaf da əslində biraz da öz disiplinlə bağlı məsələlərdir. Siz çox güclü bir psixoloqsunuz, çox güclü bir mütəxəssis. Ona görə bugün sosial media təsirindən ictimaiyyətçi kimi danışmaq olar, SMM kimi danışmaq olar, amma bir də psixoloq kimi danışmaq bir başqadır. Ona görə söz sizindir. Sizcə sosial media bizi idarəmi eləyir? Mən bu suala cavab vermədən öncə, indi lap əvvəldə də dediyim kimi, sosial medianın bizə verdiyi doğrudan da çox gözəl imkanlar var və sosial medianın pozitiv təsirləri olduğu qədər müəyyən neqativ təsirləri də var. Və yəni əslində qalsa hər şeyin iki tərəfi var da, iki təsir var bizə, həm pozitiv və faydalı. Digər tərəfdən də daha mənfi, bizi bəzən limitləyən və çərçivəyə salan. Nigar xanım, mən sizi görmürəm. Mən sizi görürəm, narahat olmayın. Yox. Okay. Okey, hə.
Və nəzərə alsaq ki də bizim çoxlarımızın, yəni çox vaxtımızın çox hissəsi sosial mediada keçdiyinə görə bu istər-istəməz bizə təsir eləyəcək və mən ümumiyyətlə sosial medianı virtual bir cəmiyyət kimi görürəm. Necə ki, yəni bizim yaşadığımız real cəmiyyət bizə təsir eləyirsə, eyni formada da bizim yəni gündəlik olaraq hal-hazırda yəni çox az insan var ki, onun sosial mediası yoxdur. Demək olar ki, çoxlarımızın profilləri var, Instagram, TikTok, YouTube və günlər keçdikcə bu sosial media platformaları da çoxalır və bizim orada keçirdiyimiz vaxt da çoxalır və orada məsələn real həyatda əgər biz nəyisə filtr eləyə biliriksə, sosial mediada biz təəssüf ki, bunu filtr eləyə bilmirik. Və biz fərqli mövzuları görürük, fərqli insanları görürük. Bəzən yəqin sizin də qabağınıza çıxır, hansısa bir ya bloger çıxır qabağınıza, ya video çıxır və sən belə şokda qalırsan ki, bu nə idi mənim qabağıma çıxdı da. Və mən özüm üçün də müəyyən punktlar qeyd eləmişəm ki, onlara biz toxunaq və bu sosial medianın daha faydalı tərəfindən istifadə eləyək də. Çünki hal-hazırda yəni çox gözəl vurğuladınız əvvəldə ki, mən də bir mütəxəssis olaraq mənim də müəyyən bir auditoriyam var və bu yetərincə böyük bir məsuliyyətdir. Çünki sən müəyyən bir informasiya ötürürsən və mən bir psixoloq olaraq bilirəm ki, mənim sözümün bir gücü var, bir təsiri var və bu təsir insanları deyək ki, fərqindəlik yoluna da apara bilər və onları tamamilə çaşdıra da bilər ki, bunu hal-hazırda mən yəni sosial mediada görürəm. Yəni çox təəssüf ki, hal-hazırda çox məlumat var. Yəni biz məlumat bolluğundan artıq boğuluruq. Məlumat çirkliliyi var. İndi mən psixologiya sahəsindəyəm deyə bu sahədən danışıram çox. Yəni hər tərəfdən biz psixologiya, coaching, astrologiya, numerologiya hər şeydən yəni söhbət aparılır, söhbət gedir və insanları bu çaşdırır. Və məsələn bu yaxınlarda biz seanslarda bunu müzakirə eləyirdik ki, xanımların və bəylərin də əslinə qalsa özünü qəbul etmək və görünüşünü qəbul etməklə bağlı olan problemlərin müəyyən kökü də gedir sosial mediada onların gördüklərinə. Yəni məsələn xanım deyir ki, mən sosial mediada, TikTokda falan qadını görürəm, o daha gözəldir, mən gözəl deyiləm, onun burnu elədir falan. Yəni mən bu canlı yayımda daha belə çox analogiyalar gətirəcəm ki, daha aydın və praktik olsun da, vizual olaraq da anlaşılsın. Yəni bu təsirlər həmişə var idi. Sadəcə olaraq əvvəllər bizdə dərgi jurnalları idi və biz dərgi jurnallarında gözəl qadınları görürdük, modelləri və s. və real həyatda gözəl üz cizgilərinə sahib olan, yəni təbii ki, gözəllik çox subyektiv anlayışdır. Bu hissəni yəni mən geridə buraxıram, amma yəni doğrudan da gözəl bir qadını görmək real həyatda çox təsadüfi bir şeydir. Amma hal-hazırda bizdə belə bir məsələ yoxdur da. Biz harda baxsaq, sosial medianı açırsan, blogerləri biz dərhal görürük də orada və istər-istəməz kimin ki öz güvənində boşluqlar varsa, özünü qəbul etməklə bağlı problemlər varsa, onlar dərhal özlərini müqayisə eləməyə başlayırlar. Ki, mənim burnum elə deyil, mənim dodaqlarım elə deyil, mənə 100% yəqin ki, mənim həyat yoldaşım, mənim sevgilim xəyanət eləyəcək, ay filan olacaq, ay beşməkan olacaq və bunun yəni biz daha da kökünə gedəndə belə seanslarda ya da konsultasiyalarda çıxır ki, bəs mən axı sosial mediada bunu görürəm və mən sual verəndə ki, məsələn də siz tutaq ki, istəyirsinizmi əməliyyat eləmək? Deyir ki, məsələ də orasındadır ki, mən əməliyyat eləmək istəmirəm. Yəni sadəcə olaraq mən avtomatik özümü müqayisə eləməyə başlayıram. Yəni təbii ki, siz estetik əməliyyat eləyə bilərsiniz. Bunda yanlış bir şey yoxdur, amma özünü artıq sosial mediada gördüyünlə müqayisə eləmək bir problemin olduğuna işarədir də. Çünki sosial media məsələn də mən özüm belə bilirəm ki, canlı yayıma çıxacağam və istər-istəməz mən makiyajımı yenilədim, saçımı düzəltdim və s. elədim də. Və sosial mediada, televiziyada belə özü ideallığı çox sevir və biz ideal şeyi görürük ki, kiminsə ailəsində hər şey mükəmməldir, ona qızıl güllər hədiyyə eləyirlər, nə bilim, ev, maşın, harasa səyahətə bunlar gedirlər, şəxsi inkişafla bağlı
Mən hər gün, nə bilim, kitab oxuyuram, hər gün idmana gedirəm və bilirsiniz, bunlar real кейslərdir ki, insanlar gəlir və deyirlər ki, yəni mən özümə məqsəd qoymuşam ki, mən hər gün kitab oxuyacağam. Çünki filan mentor və ya filan bloger deyib ki, bəs mən hər gün kitab oxuyuram. Deyir, məndə niyə belə alınmır ki onda? Çox doğru. Yəni Yəni çünki bu reallığı qətiyyən əks etdirmir. Yəni bizim sosial mediada gördüklərimiz ideallaşdırılmış və yəni heç kim sosial mediada çətin gününü paylaşmır, uğursuzluğunu paylaşmır. Hamı hətta paylaşılsa belə insanlara bu qəribə gəlir. Yəni çünki insanlar artıq sosial mediada belə daha çox uğur görmək istəyirlər. Daha çox belə bilirsiniz, ideallaşdırılmış bir format görmək istəyirlər və o format real həyatla üst-üstə gəlmir axı. Yəni heç kim real həyatda 7/24 gözəl makiyajda deyil. Heç kimin ailə münasibəti 7/24 xoşbəxtliklə, qızıl güllərlə, bal ilə dolu deyil. Amma çox indi doğrudur. kimin ki, məsələn, tutaq ki də evlilik ilə bağlı hələ təcrübəsi yoxdursa və münasibətlərlə təcrübəsi yoxdursa, onlar o təcrübəni, o inancları hardan formalaşdırırlar? Ya ətrafından, öz ailəsindən, öz rəfiqələrindən, bir də sosial mediadan. Yəni sosial mediada, yəni təbii ki, daha çox güc blogerlərə düşür və onların bir təsir etmə gücü var. Niyə onların adı influencerdır? Influence. Bəli, Təsir təsir etmə. edir. Düzdür. Yəni təsir edən və bu böyük bir gücdür. Böyük bir kütləyə onların təsir etmə bacarığı var və təbii ki, yəni mən lap əvvəldə də dedim ki, sosial media kiçik virtual cəmiyyətdir. Necə real cəmiyyətdə biz müəyyən şeyləri görürüksə, eyni format da sosial mediada əks olunur. Məsələn, videolar ki, həyat yoldaşı gəlir xanımına deyir ki, mən futbola gedəcəm. Xanım orada əlini stola vurur ki, sən hara gedirsən? Və salam. Da yəni və evlənməmiş yəni cütlüklərdə olsun, insanlarda olsun da bu müəyyən reallığı əks etdirməyən bir obraz yaradır ki, evlilik budur və uşaq dünyaya gələndən sonra məsələn budur da və mənim yəni həmişə ötürmək istədiyim mesaj o olur ki, reallıqla müqayisə eləmək hər şey, sosial medianın özünü belə, orada görünən hər şey belə. Yəni Çox mən haqqlısınız. sosial medianın məsələn indi daha çox bunu yaşlı nəsildən eşidirik, amma indi çoxları da artıq bunu deməyə başlayıb ki, TikTok, Instagram çox sayda evləri yıxıb, çox sayda ailələri yıxır. Amma bu yəni həmişə var idi. Bu 30 il bundan qabaq da var idi ki, ailələr dağılırdı xəyanətə görə və s. Sadəcə indi məsələ odur ki, çox şey əl çatan olub. Yəni əvvəl əgər axtarılıb tapılırdısa, indi axtarmağa ehtiyac yoxdur. Bir dənə Adiləşib həm də. hə, Adiləşibdir. yəni bir dənə telefonu açırsan və artıq telefondan orada sənin qarşına fərqli videolar çıxır, fərqli fotolar çıxır. Ünsiyyət belə çox sürətlənib. Buna görə də yəni insanlarda müəyyən qorxular yaranıb ki, mən ailə həyatı qursam, yəni mənim həyat yoldaşım mənə xəyanət eləyəcək, kimləsə sosial mediada danışacaq və ya nəsə eləyəcək. Biz hələ bilirsiniz, yetişkinlər haqqında danışırıq. Yəni onların müəyyən bir həyat təcrübəsi var, sərhədləri var. Düşünün ki, biz yeniyetmələri necə qoruya bilərik sosial medianın təsirindən və yəni bu çox böyük bir sualdır. Hətta indi müəyyən ölkələrdə artıq qadağalar gedib ki, 17 yaşından sonra onlar Instagramda və hər hansısa sosial mediada özlərinə profil aça bilərlər. Çünki bilirsiniz, sosial medianın keyfiyyətlərindən biri odur ki, sosial mediada biz sərhədləri hiss eləyə bilmirik. Yəni məsələn bu günləri biz canlı yayımdayıq sizinlə. Kimsə bizə şərh yazsa, yəni o neqativ də yaza bilər, pozitiv də yaza bilər, amma o insan bizi sizlə realda görsə, bizə bir şey demədən öncə bir 5-6 dəfə fikirləşəcək. Amma sosial mediada o sərhədi biz tuta bilmirik, çünki biz orada özümüzü hiss eləyə bilmirik. Və buna görə də bütün o ailə münaqişələri, istər-istəməz də hər hansısa fəlakətlər olanda indi hər ölkədə ölkənin gündəmi olur da və onu təqdim etmə
şəkli belə bizə təsir eləyir. Məsələn, Aktaoda qəza olduqdan sonra nə qədər sayda insanın vəziyyəti, psixoemosional vəziyyətində çətinliklər, problemlər yarandı da. Çünki orada çox sayda insanın görməməli olduğu şeylər göründü. Yəni dediyim Evet. kimi, realda bizim müəyyən sərhədlərimiz var, müəyyən çərçivələr var. Fiziki olaraq biz nəyisə çatdırmırıq və ya fiziki olaraq biz görürük nəyisə. Amma sosial mediada təəssüf ki, biz onu heç cür görə bilmərik. Yəni biz bir şəkil görürük. Bir video görürük, ən gözəl nəticəni görürük və düşünürük ki, məndə də bu format olmalıdır və bu format olmayanda mən artıq özümü özgüvənsiz hiss eləyirəm, düşünürəm ki, mənlə nəsə düzgün getmir, mən uğurlu deyiləm. Və çox vaxt məsələn coaching sessiyalarında mən onu eşidirəm də məqsədlərlə bağlı. Siz bilirsiniz ki, mən çox sevirəm məqsədlərlə işləməyi və mən daima bu sualı verirəm ki, bu məqsəd yəni hardan gəlib sizə? Hardan tapmısınız da bunu? Və biz araşdıranda fərqinə varırıq ki, insan sadəcə hardasa görüb bunu. Heç bu onun öz məqsədi deyil. Ümumiyyətlə, çünki yəni məqsəd sizin məqsədiniz olanda siz ora addım atmalısınız da və bir plan hazırlanır və o plan gedilmir. Çünki enerji yoxdur buna, istək yoxdur və deyilir ki, bilirsiniz nəyə bənzəyir? Mən deyirəm 1 milyon qazanmaq istəyirəm. Okey, yaxşı. Bununla bağlı nə eləməyi düşünürsən? Heç nə istəmirəm, prosta olsun məndə. Yəni bu olmur. Ya da məsələn də sevgililər arasında, həyat yoldaşları arasında o filan kəs ona bunu aldı, sən mənə almadın, niyə almadın? Mən filan kəsin storiesində onlar filan yerə getdilər, biz getmədik. Və sair və sair və sair. Yəni bu mütəmadi bir müqayisə var da. Hə, Yarışda davamlı bir Eynən bir yarışdır da və hal-hazırda məsələn çox sayda indi mən mütəxəssisəm də, mən öz sahəmdən danışsam, çox sayda indi mütəxəssislər var ki, onlar da belə deyə də izləyicinin diqqəti üçün yarışırlar da. Burada axı biz bunun psixoemosional mexanizmlərindən də danışa bilərik də ki, mən niyə bunu nümayiş nə ehtiyacım var da ki, mən bunu nümayiş etdirirəm, ki mənə baxsınlar, mən nə bilim orada nələrsə yazsın. Hamıya aid edilmir, amma təbii ki, yəni müəyyən qismdə var ki, o özgüvəni qaldırmaq, o rəylərin sayəsində, göstərişin sayəsində hardasa bir güc hiss etmək ki, mən kiməsə təsir eləyə bilirəm, siz idarə etmək deyil də, amma kiməsə təsir etmək, kiminsə həyatını dəyişdirmək. Amma bu yəni bu çox məsuliyyətli bir işdir də. Çünki tez-tez məsələn mən əvvəllər canlı yayımları çox eləyirdim və orada da mən geri dönüşlər alanda bəzən olurdu ki, mənim dediklərimi tamamilə fərqli anlayırdılar. Və yəni xoşbəxtlikdən kimsə mənim otağıma gəlir də sessiyaya və mən orada düzəliş eləyə bilirəm. Amma düzəliş eləyə bilmədiklərim də var və mən buna təsir eləyə bilmərəm heç cür ki, mənə əgər minlərlə insan baxırsa, onun müəyyən qismi mənim demək istədiyimi anlayacaq, müəyyən qismi isə mənim yəni heç demək istəmədiyimi anlayacaq. Ona görə də, yəni bilirsiniz, mən belə inanclara doğru da gedirəm də, çünki mən işləyəndə yəni bunları daima eşidirəm ki, bizim valideynlərimizdən birinci aldığımız inanclar var da, həyatın fərqli sahələri ilə bağlı da və eyni format da sosial mediadan olur da ki, dediyim kimi görünüşlə bağlı, pulla bağlı, evliliklə bağlı, xəyanətlə bağlı, nə bilim, yenidən psixoloqlar çox sayda fərqli sözlər deyirlər də, fərqli nə bilim, bilirsiniz, inanclar yaradırlar da və mən daima öz izləyicilərimi də çağırıram, bizi indi izləyənlər də, biz bu canlıya sonradan baxanlar da ki, filtr eləməyi bacarmaq,
ki biz danışırıqsa nəsə haqqında və siz sosial mediada nə isə görürsünüzsə, onu filtr eləməyi bacarmaqdır. Fərqi yoxdur. Bunu Roza deyir, bunu Nigar deyir, bunu filan kəs deyir. Yəni bunu bir götürmək və baxmaq ki, bu nə qədər mənə, yəni mənə uyğundur, mənim həyat təcrübəmə uyğundur və sonrasında onu həzm. Bizdə gestalt terapiyada belə bir anlayış var da ki, sən almanı götürürsən və birdən onu udmursan. Sən onu dişləyirsən, sonra sən onu çeynəyirsən, sonra udursan. Eyni məsələdə məlumatla olmalıdır. İndi izləyicilər mənə qulaq asırlar da və onlar filtr eləməlidirlər ki, aha, görəsən nə qədər bu düzgündür, görəsən doğru, məsələn, öz təcrübələrinə baxa bilərlər ki, hə, məsələn, bu hissədə Roza xanımla razıyam, bu hissədə Roza xanımla razı deyiləm. Çünki mənim gördüyüm odur ki, məsələn də gəlirlər seanslara belə də müəyyən artıq bir fərqindəlik səviyyəsi var. Çünki sosial mediada indi o qədər çox sayda mütəxəssislər var da ki, onlar çox gözəl bir iş görürlər bir tərəfdən də, fərqindəliyi yüksəldirlər. Amma müəyyən hissədə də bir səthilik var. Yəni tam Çox dərinliyə təəssüf. girilmir. Və bilirsiniz, bunu da sosial medianın bir limiti var. Siz müəyyən məlumat ötürə bilərsiniz də. Onun sonrasında insan artıq fərdi olaraq gəlməlidir ki, öz dərinliyini kəşf eləsin. Yəni o mümkün deyil. Və mən baxıram ki, məsələn də falan mütəxəssis falan bir şey dedi və mən düşünürəm ki, məndə sosial fobiya var. Mən orada bax sadəcə şokda qalıram da və ya məndə narsisizm var. Və bilirsiniz, artıq sadəcə sadə bir video rolikdən mən özümə diaqnoz qoymağa başlayıram və ya mən ətrafımda olan insanlara diaqnoz qoymağa başlayıram və ya mən oxuduğum kitabdan artıq özümdə hansısa nöqsanlar, əksikliklər və s. tapıram da. Yəni bilirsiniz, bunu o qədər çox uzada bilərəm də bu təsiri ki biz yəni 1 saat bizə məncə bəs eləməyəcək. Roza xanım, çox diqqətlə qulaq asıram. Əslində biz yəni mən şəxsən özüm bəlli layihələrin icrasında bu sosial medianın həm gücü, həm neqativ tərəfləri, bu tək belə deyək də insan həyatına deyil, ictimai siyasi proseslərdə də cəmiyyətin ümumiyyətcə müsbət və mənfi qərar verməsində də çox ciddi təsiri var. Bəli. Siz dediniz ki, analiz eləməlidirlər. Amma gəlin etiraf edək ki, cəmiyyətdə hamı intellektual səviyyəsi yüksək deyil, analiz etmə bacarıqları yaxşı inkişaf etməmiş ola bilər, təsir altına düşmə məsələlər ola bilər ki, yəni Bəli. adətən xüsusilə yeniyetmələri vurğuladınız ki, çox rahatlıqla təsir altına düşürlər. Bəs başa düşürəm, məsələn, bizim evimizdə də yeniyetmələr var və biz də müəyyən məsələlərdə necə davranacağımızı bilmirik. Misal üçün, mən belə deyək də bir aqressiv qərar qəbul olunmasının tərəfindəyəm. Mən deyirəm ki, telefonu olmamalıdır. Düyməli, o keçmiş düyməli telefonlardan olsun, əlaqə saxlaya bilməmiz üçün və bəlli bir yaşa qədər sosial mediaya baxmasın. Çünki bu uşağın mən həmişə yanında deyiləm, həmişə bunu gözətçilik edə bilmirəm. Onun da mənim başım qarşılan kimi şuluq eləmək haqqıdır. Bunu edəcək. Yaşının və marağının ona tetiklədiyi bir instinktiv bir hal var. Olmaz dedikcə ona maraqlı görsənəcəkdir. Amma məsəl üçün başqa psixoloqların yanına götürürəm, insan yaşam mərkəzinə tutalım ki, məsələn, bacım oğlundadır, vəziyyət belədir. Götürürük onun yanına, o deyir ki, yox, siz düz eləmirsiniz. Siz ona bəlli saatlarda telefon verməlisiniz, ona bundan istifadəyə imkan verməlisiniz. Və mən sonra bu deyirəm ki, yaxşı, narazı qalsam da, ruhun mütəxəssisinə güvənirəm, psixoloqlarımıza güvənirəm və ona telefon verirəm və bəlli bir müddət sonra mənim başım qarışan kimi, mən deyərkən, yəni valideynin də belə nəzərdə tutaq, başı qarışan kimi baxırıq ki, artıq yenə də vəziyyətdən suni istifadə var. Baxmayaraq ki, ona davamlı söhbət aparılır, izah olunur, bəlli bir müddət icazə verilir və s. Və yenə o daha faydalı yox, ona mənfi təsir edəcək proseslərlə məşğuldur. Sosial medianı izləyir, TikToku izləyir ki, izləməməlidir. TikTok dəhşətdir və s. Təbii ki, TikTokda da maraqlı kontentlər var, amma hər adam gedib ora çıxa bilmir.
Baxın, yəni ki, bizi valideynlər izləyir və yaxud izləyəcək, özü ilə bağlı qərar vermək istəyən şəxslər izləyəcək və s. Neyniyək? Məncə mən bu sualı belə iki hissəyə bölüşdürərdim də. Çünki burada həm yeniyetmələr var, həm yetişkinlər var. Bizim mərkəzdə doğrudan da çox gözəl mütəxəssislər var, yeniyetmələrlə çalışan. Və mən o hissəni daha çox onlara buraxıram. Amma bu yeniyetmələri psixoloqun yanına gətirən valideynlərin narahatlığını mən başa düşürəm də. Çünki valideyn üçün doğrudan da bu elə bir nöqtədir ki, o həm uşağını qorumaq istəyir, həm də ona azadlıq vermək istəyir də və bu ikisinin arasında da ilişib qalır da. Və fərqli valideynlər var doğrudan da. Elə valideyn var ki, o icazə verir, elə valideyn var ki, o icazə vermir. Bəli, Və mən bəli. sadəcə düşünmək üçün bizə qulaq asanlara belə bir məlumat verim də. Deməli, Apple-ın yaradıcısı Steve Jobs o ümumiyyətlə öz uşaqlarına icazə vermirdi Apple-dan istifadə eləməyə və Microsoft-un yaradıcısı Bill Gates də 16-17 yaşına, ümumiyyətlə 16-17 yaşına qədər uşaqlarına icazə vermirdi laptopdan istifadə eləməyə. Və bu iki belə deyək də çox böyük, nəhəng şirkətləri yaradan insanlardır. Və böyük ehtimal ki, onlar nələrsə bilirlər də ki, onlar belə limitləmə eləyirlər də. Maddi olaraq da onlar hər şeyi təmin eləyə bilərlər və s. və s. İndi ikinci məsələ odur ki, doğrudan da uşaqlarla bağlı onları qorumaq məsələsi valideynlərin ən həssas nöqtəsidir. Və sosial mediada biz nə qədər də istəsək, onları qorumaq, yəni tam istədiyimiz formada olmayacaq da. Yəni siz nə qədər də orada valideyn nəzarəti qoysaz da, siz nə qədər danışsaz da, bildirsəz də və s. eləsəz də, yeniyetmələr onlar sərhədləri keçməyi çox xoşlayırlar da və valideynlər üçün bu böyük bir challenge-dır ki, burada necə reaksiya vermək lazımdır. Ona görə də mən valideynləri dəvət eləyərdim ki, onlar bizim mütəxəssislərə müraciət eləsinlər. Çünki siz məni tanıyırsınız, mən genel və ümumi heç bir zaman tövsiyə verə bilmirəm və vermək istəmirəm də. Çünki hər bir case, hər bir ailə çox fərqlidir. Mən onun tərəfdarıyam ki, valideyn ailədə birbaşa olaraq onun öhdəliyi və məsuliyyəti odur ki, o uşağına təhlükəsizliyi təmin eləsin. Və o hansı üsullarla bunu eləyəcək, bu artıq valideynin yenidən məsuliyyətidir də. Limitləyə də bilər və ya azalda da bilər də. İndi keçirəm yetişkinlərə də ki, əgər onlar anlayırlar ki, sosial media onlara necəsə təsir edir və onları ümumiyyətlə idarə edir də. Biz bunu hansı ara anlaya bilərik? Əgər biz artıq real həyatımızı virtual həyata dəyişiriksə. Yəni bizim dediyimiz virtual asıllıq. Da bura sadəcə olaraq kazinolar, hansısa oyunlar və s. aid deyil. Bura aşırı dərəcədə çox sosial mediadan istifadə eləmək. Məsələn, mənim çox sayda işlərim var. Mən onları eləmək yerinə gedirəm və sosial mediada daha çox scrolling eləyirəm də. İndi mən sizə onun mexanizmini deyəcəm də ki, heç kim indi özünü günahkar hiss eləməsin və mən sizi utandırmayım. Mən də eləyirəm bunu. Biz sizlə eyni qayğıdayıq. Sadəcə olaraq mənim həmişə ötürdüyüm mesaj odur ki, nə edirsinizsə fərqində olaraq eləyin. Fərqindəliyiniz olsun ki, okey, mən indi 5 saat sosial mediada otururam. Bir dənə dayanım və bir baxım görüm ki, mənlə nə baş verir ki, mənim orada bir ton görüşüm var, mən ona hazırlaşmalıyım. Mən onu eləmək yerinə mən buradayam. Və bunun əsas səbəblərindən biri odur ki, ola bilər ki, o eləməli olduğunuz şeylərdə sizi narahat edən nələrsə var və sizin psixikanız onun öhdəsindən gəlmir deyə daha rahat varianta seçir. Yəni sosial media fast food kimi bir şeydir. Yəni biz nə vaxt ki rahatlaşmaq istəyirik, nə vaxt ki biz belə çox sadə, rahat dopamin istəyirik. Prosta belə açdım, baxdım, orada hansısa pişiklərin videosuna baxdım, hansısa uşaqların videosuna baxdım. Oy, vəsə, mən özümü xoşbəxt hiss eləyirəm də.
Mən belə bir кейsim var idi ki, xanım çox ağır boşanmadan keçirdi və mənə şikayətlənirdi ki, Roza xanım, mən bütöv gün sosial mediada otururam. Artıq deyir özümü heç cür toparlaya bilmirəm və orada məsələ o idi ki, o qədər çətin bir perioddan keçirdi. Onun psixikası öhdəsindən gələ bilmirdi. Çünki reallığa qayıdanda, reallıqda onu çox çətin şeylər gözləyirdi. Bəli, düzəltmək Boşanma, istəmirmiş, hə. hə, boşanma, nə bilim, alimentlər və sair və mümkün deyil ki, psixika uzun müddət bu qədər gərginliyin içində qalsın da. Yəni onu fərqinə vardıqdan sonra və artıq özünü günahlandırmadan sonra da ki, oy mən bütün günümü keçirirəm Instagramda, inan ki, onun vəziyyəti normallaşdı. Hı -hı. Yəni çünki o fərqinə var. Nəyisə dəyişdirmək üçün siz birinci fərqinə varmalısınız ki, siz bunu nə üçün edirsiniz? İndi əgər kiminsə mən düşünürəm ki, məni izləyən və ümumiyyətlə insan yaşam mərkəzini izləyən izləyicilərin fərqindəliyi yüksəkdir ki, onlar bu gün burdadılar və ümumiyyətlə izləyirlər də bu yaşam mərkəzini. Və onlar bu cür məlumatlara hazırdılar. Amma yenə də əgər siz anlayırsınızsa ki, siz çox vaxt keçirirsiniz sosial mediada, sosial media sizin aşırı dərəcədə çox vaxtınızı alır. Elə insanlar var ki, onlar digital detox mən deyirəm buna. Mən bununla bağlı öz səhifəmdə postum var. Onlar digital detox elədikdən sonra fərqinə varırlar ki, əksinə qalsa onlar sosial mediada olanda onların həyəcan təşviş səviyyəsi daha da yüksəlir. Onlar daha çox həyəcanlanırlar. Bir də axı bizdə belə bir, əgər siz nə vaxtsa digital detox eləmisinizsə, məsələn mən eləyirəm ara sıra, məndə bəzən belə bir his yaranır ki, oy mən deyəsən hansısa məlumatı buraxacam. Nəsə olacaq, nəsə bir məlumat, mən ondan xəbərim olmayacaq. Olmayacaq. Yəni o daima bilirsiniz bunun içində olmaqda, bu Tetikdə sosial qalmaq, bu davamlı, bəli. sosial medianın içində olmaq ki, nəsə xəbər çıxsa mən dərhal o xəbərdən məlumatlı olum və s. və bu bizi sosial mediaya bağlayır. Və əgər ki, yəni bizi izləyənlər bunu özlərində müşahidə edirlərsə, mən həmişə tövsiyə edirəm ki, birdən-birə kəsmək lazım deyil də. Əgər siz 3 saat sosial mediada oturursunuzsa, dərhal özünə məqsəd qoymaq ki, "Vəsə mən oturmayacağam." Yəni bir gün olacaq. Növbəti gün olmayacaq. Onu necə tənzimləyək? Bax, o Az-az. balaca adəti necə Çox, çox, formalaşdıraq? çox balaca. Yəni 2 dəqiqə ilə azaldar. Mütləq ki, siz 3 saat Hətta. baxırsınızsa, bəli. Çünki o axı siz baxdıqca orada müəyyən neyro əlaqələr yaranır da, yəni sizdə dopamin orada ifraz olunur və siz birdən-birə onu kəsəndə bu siz nəyə bənzəyir? Siz birdən-birə konfeti kəsirsiniz, amma günə 10 konfet yeyirsiniz. Mümkün deyil də. Yəni siz onu əvəzləməlisiniz nə ilə. Və artıq təcrübə də onu göstərir ki, əgər bir insan real həyatda özünü baxın, uğurlu demirəm amma, reallaşmış hiss eləyirsə, məmnun hiss eləyirsə, xoşbəxt hiss eləyirsə, o sosial mediaya çox az daxil olur. Çox haqlısınız ha, çox haqlısınız. Mən öz şəxsi təcrübəmdən deyə bilərəm ki, həqiqətən elədir. Bir də dolu olanda, əgər gün ərzində işin çoxdursa və işin sosial mediadan keçmirsə, indi elədir ki, işimiz də çox zaman sosial Təbii mediadan ki. keçir də, şirkətlərin və s. fəaliyyəti ilə bağlı baxmalı oluruq. Yəni oradan keçmirsə, bir də baxırsınız ki, axşam olubdu və siz heç bir sosial mediaya baxmamısınız və sizə deyirlər, gördünmü filan şey, filan hadisə və baxırsınız ki, baxmamısan da xəbərsizsən. Çox haqlısınız və bir də insan başı öz xoşbəxtliyinə qarışanda da Bəli. doğrudan da heç ilgilənmir Bəli. ki, o digər dünyada nə olur. Bəli. Və mən bunu da tövsiyə eləmək istərdim də ki, ara sıra ümumiyyətlə sosial medianı təmizləmək lazımdır. İzlədiyiniz səhifələr təmizləmək lazımdır. Necə ki, evdə təmizlik eləyirsinizsə, eyni formatda sosial medianızda olmalıdır ki, siz kimi izləyirsiniz. Məsələn, bizi hal-hazırda izləyirlər də və burada olanların hər birinə mən təşəkkür edirəm. Çünki onlar öz zamanlarını bizə sərf eləyirlər. Çünki onlar üçün ya bu mövzu aktualdır, ya onlar buradan nəsə almaq istəyirlər, ya gözləyirlər ki, biz sual hissəsini açaq ki, onlar öz sualını yazsınlar da. Nə üçünsə onlar burada varlar bu gün də. Və sosial mediada da hansı səhifələr sizə hal-hazırda faydalıdır? Özünüzə bu sualı verin ki, mən bu günləri tutaq ki, hansısa bir bloqeri izləyirəm. Bu bloqeri izləyəndə mən nə əldə eləyirəm?
Ola bilər ki, mən ona baxıram, onun xanımlığından mən ilhamlanıram, daha da çox özümə baxmaq istəyirəm. Əla. Amma siz baxırsınız ki, hansısa bloqeri izləyirsiniz də və heç nə, yəni heç nə dəyişmir sizin daxilinizdə. Sadəcə orada qalır da. Demək ki, sual vermək lazımdır ki, bu insan mənim nəyimə lazımdır? Düzdür. Və siz bunun digər tərəfi də var da ki, sosial media bəzən bizim kölgə tərəflərimizi tətikləyə bilir. Niyə indi məsələn TikTokda çox sayda nifrət edilən blogerlərin çox böyük də auditoriyası olur da. Bu fenomeni heç kim anlamır. Bu ona görədir ki, insanlar özlərində yəni qəbul eləmək istəmədikləri şeyləri o insanda görürlər və o aqressiyanı ona ifadə eləmək istəyirlər də. Ona görə Güzgü effekti psixologiyada belə bir hə, effekt var da. hə, eynən. Buna görə yəni əgər ki, siz idarə olunmaq istəmirsinizsə, fərqində olmaq lazımdır da ki, siz bu resursdan necə istifadə edirsiniz. Mən Monika Bellucci'nin bu sözünü çox sevirəm. Deyir ki, sənin gözəlliyin ola bilər, amma sən əgər gözəlliyindən istifadə edə bilmirsənsə, bu ona bənzəyir ki, sənin qarajında Porsche var, amma sən onu Amma sürə bilmirsən. doğru. Bu, bu eyni məsələdir. Eynən. Bir xanım yazıb ki, təzəlikcə etdim mən bu cür, həm təmizləmə, həm Instagramı limitlədim. Çox Əla. yaxşı, çox doğrudur. Bu yaxında mənim qızım da dedi ki, bəs mən ona Instagramdan davamlı faydalı məlumatlar göndərdim. Bu arada insanlar bəzən özləri etmədiyi, amma etmək istədiyi maraqlı məsələlər, tövsiyələr, davranışlar, onlar da yığır orada saxlayır və təəssüf ki, ürəyi gedir özü oxuyanda ki, mən çox yaşayıram bunu, amma tətbiqə gələndə eləyə bilmir. Mən də bu baxıb bəyəndiyim, tətbiq etmək istədiyim, amma edə bilmədiyim çox faydalı məlumatlar olur ki, onları qızımla paylaşıram və soruşdum ki, niyə heç ox baxmırsan mənim mesajlarıma? Dedi ki, mən detoks edirəm və tamamilə sosial şəbəkədən uzaqlaşmışam. Əslində çox sevindim ki, bu da siz demiş ciddi bir fərqindəlikdir. Təbii ki. Yenə də Bəyazova yazır ki, çox maraqlıdır. Şükür ki, bunu anlayaraq etdim. Fərqində olaraq neçə izlədiyim səhifəni unfollow etmişəm. Biz xanımı təbrik edirik. Hər Bəli. sahədə fərqindəlik çox önəmlidir. Biz Və anlayıb ki, hansı səhifələr onun üçün faydasızdır. Bu deməkdir ki, artıq xanım həm nə istədiyini bilir, həm analiz edə bəli. bilir, həm fərqindədir, həm də qərar verə bilir. Doğrudan təbrik edirik. Bəli və onu onun istəyi olmadan idarə etməyin də qarşısını alır. Bəli. Bəli. Çünki bu yenidən eyni formatdır ki, yəni insan əgər fikir versə və fərqində olsa, o çox şeyləri görər. O çox şeyləri, yəni çox şeylərə də fikir verər. Sadəcə bəzən biz sosial mediada da elədir ki, biz sərhəd anlamırıq orada da. Biz yığırıq, bir 5000 dənə follow bizdə var orada və ara sıra çıxır da orada. Ara Bəli, sıra bəli. kimsə nəsə danışmağa başlayır və bu yenidən bu diqqəti alır. Bizim sosial mediaya görə bu da ümumiyyətlə koqnitiv disfunksiyadır da hal-hazırda. Əvvəllər diqqət davamlılığı və həcmi daha çox idi. Hal-hazırda indi siz də mənimlə birlikdəsiz də, biz sizlə eyni mərkəzdə çalışırıq. Siz bilirsiniz də kontentlərdən ki, cəmi 3 saniyə. 3 Bəli, bəli. saniyə, diqqət 3 saniyədir. Və məni narahat eləyir ki, gələcəkdə bizim övladlarımız məktəblərdə necə yəni oxuyacaqlar ümumiyyətlə. Çünki nəyinsə dərinliyinə varmaq üçün ora diqqəti vermək lazımdır. Diqqətin müəyyən davamlılığı olmalıdır ki, hal-hazırda bizim bununla bağlı çox böyük problemlərimiz var. Doğrudur. Nilüfər xanım yazır ki, əcəb deyib, yəqin ki, Monika Bellucci nəzərdə tutub. Bu arada mən də çox sevdiyim obrazdır bu Monika Bellucci. Bəyazova yenə yazıb ki, sizləri salamlayıram. Çox təşəkkür edirəm bu fürsət üçün. Bizə sundunuz. Biz təşəkkür edirik. Sağ olun ki, qulaq asırsınız. Faydalı ola biliriksə, nə xoş bizə. Bu Monika Bellucci ilə bağlı da bir şey deyim, elə yaxşı yadıma düşdü də. Demək, Monika Bellucci və digər daha üzdə olan xanımların da təsir etmə gücü də. Bilirsiniz ki, bizim ümumiyyətlə cəmiyyətdə, sadəcə bizim ölkəyə aid deyil, ümumiyyətlə dünyada qocalma effekti qəbul edilmir.
Yəni qadınların qocalması, kişilərin qocalması aşırı dərəcədə belə oy yox mən qocalmaq istəmirəm. Oy o Hmm. falan yaşında çox gözəl idi, indi falan falan. Amma Amma sanki son vaxt bir balaca dəyişibdi bu. Mən inanıram ki, bu dəyişib. Mən çox inanıram və mən ümid eləyirəm ki, bu davam da eləyəcək. Çünki bu təbii bir prosesdir. Biz Bəli, bundan qaçış heç yoxdur. birimiz uzaqlaşa bilməyəcəyik. Okey, tamam, hansısa çox mükəmməl bir şeydir də ki, nanotexnologiya inkişaf eləyir, biz nəyisə botoks, motoks eləyirik, amma orqanizm qocalır və bu faktdır da. Və Monika Bellucci kimi böyük obrazlar, onlar, yəni siz baxsaz Monikanın üzündə bir dənə botoks yoxdur. Yəni o təbii olaraq qocalır. Tak, Nigar xanım, siz məni eşidirsiniz, məndə Bəli, dondu. sizə eşidirəm. Hə. Bəli, Yəni eşidirəm. o obrazla göstərir ki, mənim üçün qocalmaq okeydir və bununla da o minlərlə onu izləyən qadına o mesajı ötürür ki, Doğru. qocalmaq okey bir şeydir. Və beləliklə də biz axı qadınların da özünə görə yaş krizisləri var da ki, artıq qocalmağa doğru gedəndə onlar gənc qadınlara baxırlar, onlar da özlərini özgüvənsiz hiss eləyirlər də və beləliklə biz sosial medianın bu cür müsbət təsirini də görürük. Amma yenə dediyim kimi, canlının əvvəlində də dedim ki, müsbət tərəfi olduğu qədər yetərincə mənfi tərəfləri də var və onların təsirinə düşməmək üçün sadəcə fərqinə varmaq lazımdır. Çox doğru dediniz. Əslində mən xatırlayıram qocalmaq demişkən, bilmirəm, bu yəni ki, sosial medianın təsiri deyildi, ümumiyyətcə bir kompleks idi yəqin ki. O 30 yaşıma qədər fikirləşirdim ki, ay Allah, mənim 30 yaşım olacaq. Hətta ciddi xatırlayıram ki, bunu düşünüb ağladığım anlar da olmuşdu. İndi siz dəqiq bilərsiniz bu hansı psixoloji problemdir və ya hansı travmanın nəticəsidir. Amma 30 yaşım olandan sonra və 30-u keçəndən sonra tamamilə unutdum bu haqda. Yəni yenə deyirəm, bilmirəm o hansı məqam idi. Düşünürəm ki, buna da toxunsaz yaxşı olar. Çünki əminəm ki, çox xanımlarımızda olur ki, qanunvericiliklə 29 yaşa qədər gənc hesab olunursan, 35 yaşa qədər də bəlli statusa görə gənc hesab oluna bilirsən, amma 29 keçəndən sonra bilmirəm, o zaman Gənclər Təşkilatı rəhbəri idim, düşünürdüm ki, ay 30 olacaq, gənc status məndən gedəcək. Onun o qayğısıydı. Yoxsa həmişə bir qocalmaq qorxusu vardı. Amma 30-u keçəndən sonra yəni ki, bu acı reallıqla barışmalı oldum. Amma son dönəm dediyim kimi, bəzi artıq həm yaşlı 75-77 yaşlı qadınların görürsüz, çox bloklar var, xüsusilə qardaş Türkiyə ölkəsində. Bu gün elə Ajda Pekkanın bacısı, adını unutdum, onun çox maraqlı bloqu var və mən də çox bəyənirəm o xanımı. Odur, ona bənzər bir çox mentorlar, koçlar var ki, səhifələr idarə edir. Bəzəkli, gözəl, amma kifayət qədər yaşlanmış xanımlar var ki, çox yaxşı işlər görürlər və sübut edirlər ki, o yaşda da cəmiyyətə faydalı olmaq olar və o yaşda da gözəl olmaq olar və o yaşda da rol model olmaq olar. Və son dönəmlərdə də sosial mediada yaşlı kişilər, yaşlı qadınlar müxtəlif obrazlarda təqdim olunur. Düşünürəm ki, dünya bu medianı idarə edən, bu ideoloji tərbiyə ilə məşğul olan qurumlar artıq qocalmağı da simpatik bir hala gətirməyə çalışırlar. Mən inanıram ki, inteqrasiya yaxşı olacaq. Çünki bizim həyatımızda sosial media var idi. İndi ChatGPT də əlavə olundu. Yəni ChatGPT ilə qərarlar verən, seçim edənlər var artıq. Yəni mən qəti surətdə bunu demirəm ki, bu yaxşıdır ya da pisdir. Bu bir faktdır da. Sadəcə olaraq necə ki sosial media bizim hal-hazırda həyatımıza daxil olubsa, eyni formatda düşünürəm 5 ildə ChatGPT bizim həyatımızda çox aktiv bir rola və təsirə sahib olacaq da. Və yəni ümumiyyətlə biz dünya olaraq da, cəmiyyət olaraq da çox böyük bir keçidin qarşısındayıq. Yəni biz
biz sizinlə hamımız həm real həyatda, həm də virtual həyatda qalmağı öyrənməli olacağıq və bunu balanslaşdırmalı olacağıq. Çünki hal-hazırda işlərin çoxusu artıq virtual formatda olur, tanışlıqlar virtual formatda olur. Biz sizlə hal-hazırda virtual şəkildə danışırıq da 20 il bundan qabaq, 30 il bundan qabaq bu mümkün değildi. Və Doğru. növbəti 25 ildə nə olacaq, bizi nə gözləyir? Bu çox böyük suallar yaradırdı. Amma bu gözəl bir şeydir ki, yeni inteqrasiyalar əlavə olunur və cəmiyyət genişlənir də. Yəni əgər əvvəllər qadınlara daha çox bu şəkildə baxırdılarsa, 30-unda vəsə, yəni qız qaldı, qızıla döndü, nə bilim bütün bax bu bizim çox sevdiyimiz inanclarda və daha çox qadınların məhz gözəlliyinə baxılırdı da ki, gözəllik, gənclik, cavanlıq və s. və artıq yaş almış qadınlar onlar da oradan da özlərini özgüvənsiz hiss eləyirdilər də. Çünki digər insanların fokusu daha çox görünüşdə idi. Amma təbii ki, yetişkin qadın o gözəllikdən savayı başqa şeylər də verə bilər də. Yəni heç bir gənc qadında o yaşla gələn müdriklik yoxdur. Yəni o çox tək-tük insanlarda var da, o fərqindəlik və s. də. Yəni o müdriklik, həyatı görmüşlük, Ajda Pekkanın özü belə də mən o qadını çox bəyənirəm. Və Doğru. yəni çox mükəmməl bir şeydir ki, o qadın bütün neqativ rəylərə baxmayaraq o bloqu davam etdirir və onun yaşında olan qadınlara da ilham verir. Və eyni şəkildə də 30 yaşında və ya qocalmaqdan qorxan, aşırı dərəcədə qorxan qadınlara da stimul verir ki, yəni sən bu yaşda da gözəl ola bilərsən, sən özünü gözəl hiss eləyə bilərsən və bu sosial mediadan istifadə etməyin müsbət belə deyək də Müsbət. müsbət formasıdır. Yəni doğrudan da influence eləmək bacarığı, təsir etmə bacarığı və bu bilirsiniz indi çoxdur sosial mediada profillər yaradanlar, çox ağıllı danışanlar və s. də. Mən bəzən düşünürəm ki, görəsən onlar necə bir məsuliyyətli iş gördüklərinin fərqindədirlərmi? Ki onların hər bir sözü insanlar tərəfindən yəni çox belə bir böyük həqiqət kimi qəbul ediləcək də və onların doğrudan da çox böyük təsiri var və o insanların vizyonu nədirsə, onu izləyən auditoriya da o vizyona doğru gedir. Mən düşünürəm ki, çox böyük əksəriyyət bunun fərqində deyil. Təəssüf. Mənim də müşahidəm onu göstərir. Çünki bilirsiniz, yəni nə isə idarə etmək üçün də sadəcə biliklər yetərli deyil də. Yəni orada fərqində olmaq lazımdır ki, sən bunu nə üçün eləyirsən? Sadəcə böyük auditoriya, likelar, baxışlar, Əksəriyyət onu milyonluq auditoriya, okey, əla, möhtəşəm. Amma sonra bir ara Instagram düşündü ki, ümumiyyətlə bu baxış saylarını azaltsın. Yəni biz indi o nöqtəyə gəlmişik ki, canlı yayımda iki insan var da, iki qrup var. Sosial medianın təsiri altında izləyənlər, bir də izlətdirənlər. Yəni kontent yaradanlar. Kontentə baxan və kontent yaradan. Kontentə baxanları bildik ki, onların müəyyən ehtiyacları vardı. Onlar hansısa sual axtarırlar. Bəs bu kontenti yaradanın məqsədi nədir də? Ki, nə bilim, böyük auditoriyalar yığsın, onlara qıcıqlandırıcı hansısa sözlər desin, sözlər atsın, o buna atsın, o buna atsın və s. eləsin də. Yəni bu da daxili bir dinamikadır. Və mən həmişə öz izləyicilərimə də deyirəm, kimsə məndən psixoloq tövsiyəsi alanda da deyirəm ki, əgər o psixoloqun sosial mediası varsa, siz bir onun sosial mediasına baxın. Çünki hal-hazırda və o sosial mediada canlı yayımlarına bir baxın. Çünki indi qəşəng post yazmaq çox rahatdır. ChatGPT yazdınız və orada qəşəng sözlər, bir dənə də gözəl Maldivlərdən şəkil yapışdırırsınız ora və salam. Amma siz canlı yayımda olanda
və siz o insanla birbaşa olaraq danışanda, ona sual verəndə siz o mütəxəssisin vizyonunu görə bilirsiniz və seçə Doğru. bilirsiniz. Təbii ki, hər kəs özünə uyğun birisini seçir və hər kəs özünə uyğun birilərini izləyir. Bu məsələ burasında deyil də. Amma mən çox inanıram ki, kontent yaradanlar da onlar öz üzərlərində işləyirlər. Bu sadəcə sözlərdə qalmır. Onlar öz üzərlərində işləyirlər və fərqinə varırlar ki, onlar necə bir gücə sahibdirlər. Təsir etmə gücünə və bunu daha gözəl və daha fərqindəliyi yüksək cəmiyyəti yaratmaq üçün istifadə edirlər. Sadəcə öz eqolarını tatmin eləmək üçün yox. Ümid edirəm ki, dediyiniz kimi fəaliyyət göstərənlər və dediyiniz kimi bu məsələyə yanaşanların sayı çox olacaq. Amma yenə də belə fürsətdən istifadə edib yaxşı kontent yaradanlara böyük təşəkkür düşür. Faydalı olmağa çalışanlara. Bilirsiniz, hər Bəli. işdə çox önəmlidir ki, sənin ana məqsədin, ana hədəfin nədir? Əgər bu sadəcə çox kütlə auditoriya toplayıb bunun vasitəsilə çox reklam tutub çox pul qazanmaqdırsa, təbii ki, orada hər yol mübah görsənəcəkdir. Yox, amma hə, bu təbii ki, bir hadisənin, prosesin davamlılığı üçün maliyyə, reklam, pul çox vacibdir. Amma ana məqsəd bu olmamalıdır. Ana məqsəd həm də dəyər qatmaq olmalıdır. Faydalı olmaq istəyi olmalıdır. Belə olduğu halda əlbəttə ki, bir fəal vətəndaş mövqeyi qoyulacaq ortalığa, insanlıq ortalığa qoyulacaq. Yəni əlini o belə bir söz vardı, deyir əlini vicdanına qoy gör. Bu iş eləmək olarmı, yoxsa olmazmı? Bu sözü danışmaq olarmı, yoxsa olmazmı? Yoxsa danışıram ona görə ki, əşin nə olur olsun, çox adam məni izləsin. Mən də sabah sponsorun reklam alacağım şirkətin önünə qoyum ki, baxın məni 100 minlər, 200 minlər, 1 milyonlar izləyir. Yəni bu məsələ çox önəmlidir. Amma dediyiniz kimi hər iki hal bütün cəmiyyətlərdə, bütün ölkələrdə Bəli, bəli. keçərlidir. Biz ümid edək ki, daha faydalı formada bu çox vacibdir. Bəli, Roza, bəli. biz artıq bir saata yaxınlaşır ki, canlıdayıq. Mən baxıram ki, bizim varmı? Baxıram ki, yoxdur. Xoş sözlər var, ürək atırlar bizə, sağ olsunlar. Deməli, son olaraq sizdən düz mən əslində bunu sevmirəm. Uğurun 7 addımı, nə bilim, filan prosesin 5 nə bilim qaydası və s. Amma sevməsəm də bəzən insanlarımız sayıla bilən məqamları çox sevirlər. Ona görə siz bizə bir neçə addım deyə bilərsinizmi ki, bir peşəkar kimi bu məsələnin psixoloji tərəfini dərindən bilən bir şəxs kimi ki, nə edək, necə edək ki, sosial media bizi izləməsin? Bir. Bizi izləməsi yəni necə? O, Sualı o biraz bizi aydınlaşdır mənə. təsir eləməsin. Hə, Çox üzr istəyirəm. Bizi təsir eləməsin. bizə təsir eləməsin. Biz Aa, onu istədiyimiz kimi istifadə edək də, o bizi so, istədiyi manipulyasiyanın istədiyi istifadəçiyə döndərməsin. aha, siz indi məni belə yaxşı yerdə tutdunuz da. Tamam. Birincisi, fərqinə varmaq ki, hansı səhifələr izlənilir. İkincisi, Aha. özünə sual vermək ki, mən bu səhifələri izləyəndə nə alıram? 3. Real həyatımı o qədər gözəl və dolu-dolu eləyim ki, virtual həyata və sosial mediaya sadəcə əyləncə üçün daxil olum. 10-15 dəqiqə maksimum. Bu qədər məncə. Səsinizi eşitmirəm Nigar xanım. Derim Ha, təşəkkür edirəm. Əslində hər üçü kifayət qədər məsuliyyətli və əslində icra etməyi biraz vaxt alan və məsuliyyət tələb edən sahədir. Mən sizə təşəkkür edirəm. İzləyicilərimizə çox təşəkkür edirəm. Və biz bu başlıqda da Roza xanım dediyi kimi bu prosesi, çəkilişi, bu müzakirəmizi yaddaşa saxlayıb YouTube-da paylaşacağıq. Kimə maraqlı olsa təkrar izləyə bilər. Dəyərli fikirləriniz üçün çox sağ olun. Dinləyicilərimizə də təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Sağ olun. Növbəti canlılarda görüşərik. Sağ olun. İnşallah.